Bizim alışlarımız nə qədər ki alış eləmişiksə, çox dəyərini hesablayırdıq. Biz maliyyə çotunda mallar anbarımıza gələnə qədər çəkilən xərclər məsələsi. İndi həmin məsələlərin real sistemdə hansı formada edəcəksə ona baxaq. Ümumiyyətlə əvvəlcədən etdiyimiz alışlarımız mövcuddur. Mal və xidmətlərin mədaxilindən baxıram. Öz şirkətimizə uyğun baxaq. Bir neçə alışımız var. Bunun içərisində xidmət də var və mal alışları da var. Deyək ki, 288 manata ayın 21-də məhsul almışıq. Gəlin bunu 21 üçün etməyək ki, məsələlər qarışmasın. Fərqli bir tarixə edək ki, həmin tarixdəki dəyişikliyi görə bilər. Misal üçün, biz 21 tarixində olan 104 manatlıq alış əməliyyatımızın tarixini dəyişib, oktyabrın 25-i edək. 25 oktyabr olaraq təsdiq etmək istəyirəm ki, həmin əməliyyat mənim dövrəyə qalıb cədvəlimdə yoxlaya bilməm üçün 25-ci dövrünü verdiyim zaman orada mənə təklikdə görsənsin ki, biz əməliyyatlarımıza müqayisəli şəkildə baxa bilək. Baxın, 104 manat mallarımda görünür. Faktiki mənim alışımdır. Mən bunun üzərinə 20 manat daşıma xərci, daha doğrusu 16 manat taksi xərci və ya daşıma xərci əlavə eləmək istəyirəm. Alış yerindən əlavə xərclərin daxil edilməsi bölümünü seçirəm və yeni sənəd əlavə edirəm. Yeni sənədimdə mənə hansı kimdən alacağım, xərci kimdən qəbul edəcəyimi soruşur kontragent olaraq. Bizim də daşıma kontragentimiz mövcud olduğuna görə malsatan və podratçılarımızdan 166-nı seçdik, müqaviləsi əlavə edildi. Bu xərcin bölüşdürülməsini istəyir, biz məbləğ üzrə bölüşdür deyirik. Rəqəmimizdə ƏDV yoxdur deyirik və sənədimizə davam edirik. Artıq bu hissədə isə mən nəyin üzərinə bölmək istəyirəmsə xərcimi, o məhsulları gətirməm lazım. O zaman buradan doldurmaq deyib, mədaxil üzrə doldur deyirəm və aşağı tarixə doğru gəlirəm. Nəyin üzərinə, hansı sənədin üzərinə mədaxil edəcəyimi göstərir. 104 manatlıq alışım var idi. Vururam, 1 manat almışam makaron. Bunun üzərinə əlavə edəcəm. Nə qədərlik bir rəqəm? Deyək ki, 16 manatlıq bir əlavə edəcəm bunun üzərinə. Tarixim nə zaman olacaq bəs? Biz hansı tarixdəki məhsulun üzərinə edirik? 25-nə yazdığımız. Deməli, əlavə edəcəyimiz rasxod ya 25-i tarixində olmalıdır, ya 25-i tarixindən sonra olmalıdır. Yəni, əvvəl xərc qəbul edə bilməzsən. Fikri izah edə bilirəm. Mənim malı 25-i almışamsa, mənim bunun üzərinə olacaq xərcim də ya ayın 25-i olmalıdır, ya da 25-indən sonra ola bilər də. Nəyi? Böyle yazabilirsin. Önceki necə gəlir qayma? Mən nəyi daşıyıram? Malı daşıyıram, düzdür? Malı bugün daşımışam, deməli daşımanı da bugün istifadə eləmişəm. Ya bugün göndərər qayma mənə, ya sabah göndərər də. Bir gün əvvəl göndərə bilməz ki. Sabah sizin malınızı daşıyacağım, bu da qaymanız deyə. Mal var, biri bunu değiştirdi, yine sabah çıkacaksa ikisini de gaymetine yandı. İyi. Göstərmədikləri xidmətə görə qayma göndərirdilər də, belə çıxır ki. Buna göre de bugün kalmasın. Sənədləri işləyəndə tarix huzuruna əlavə edə bilməzlər. Yəni Misafir ya da mal yapıyor. bəli. Hesablaşmamızın uçot hesabı, yəni lojistika şirkətinin uçot hesabını qeyd edirəm. Və qeyd et, OK deyirəm. Sənədim artıq hazırdır. Dövrəyə qalıb, debit kreditinə baxıram, görürsünüz, avtomatik mala ötüzdürüb. Həmin 16 manat. Gedib onu mən malın üzərindən də baxmaq istəyirəm. Tərtib et deyirəm. 16 manat əlavə eləmişdim deyə malım oldu 120 manat. Deyək ki, 120 manatlıq malı ambara boşaltmaq üçün fəhliyə də 20 manat pul vermişəm.
Fəhlə xərci əlavə eləmək istəyirəm. O zaman necə edəcəm bunu? Artıq fəhlə xərci bir kontragent xərci deyil. Adi bir fiziki şəxs olacaq. Ondan qəbul edəcəm. O zaman mən bunun sinifləndirməsini dəyişməliyim. Yenə gəlirəm. Alış. Əlavə xərclərin daxil edilməsi. Yeni sənətin əlavə edilməsi. Artıq mən burada kontragent olaraq şəxs seçə bilmirəm. Vön yoxdur, bir şey yoxdur. Onun üçün burada yaradacağım kontragent, yəni sənədlərimi işləyə bilim deyə. Malsatan və podratçıların içərisində sadəcə olacaq fəhlə. Bəli. Fəhlə olaraq qeyd edəcəm. Hüquqi şəxsi fiziki şəxs olaraq qeyd edəcəm. Vön ümumiyyətən qeyd eləməyəcəm. Hesablaşmalarda müqavilə olaraq adlandırmada belə deyək də boşaltma və fəhlə xərci yazıb bilsinlər. Fəhlə xərcləri. Müqavilə nömrəsinə ehtiyacım yoxdur, amma nömrə 1 deyə qeyd edək. Sənətimizə baxanda bizi qarışdırmasın. Təchizatçı elədimi? Bəli. Okey. Və yaratdıq. Fəhlə xərci deyə. Xərcin bölüşdürülmə üsulu məbləğ üzrə seçək yenə. Ədəbiyyətsiz. Və əməliyyatlarımız hazırdır. Başqa əksiyimiz yoxdur. Yeganə olaraq qaldı fəhlə xərcini əlavə etməyimiz. Hansı alışın üzərinə əlavə edəcəm? Görürsünüz 120 manat yazmır ha. 104 manat yazır. Niyə? Çünki mənim alış qiymətim 104 manatdır. Mən bunu ambara gətirinə qədər üzərində xərc çəkirəmsə, o 104-ün üzərinə əlavə etməliyəm. Seçirəm. Birinci dərkən fərq etməz, ikisini də eyni əməliyyatı verəcək. Hesabım çox hesabını da yazmalıyam. Artıq 531 deyil, 545 qeyd edirəm. Burada da 243-ün AZN hesabını qeyd edirəm. Niyə 545-də sinifləndirdim? Çünki vergi ödəyicim deyil. Bəli. Bank seçmə, fəhliyə hansı bank seçəcəm? Şirkət deyil ki. Qeyd et və okey deyirəm. Fəhliyə rəqəm yazmamışıq. Yazıq fəhlə, hər şeyini yazmışıq. Vəsaitini qeyd eləməmişik. 25 manatda fəhləyə pul yazacaq, amma yox, indiki zamanda 25 manatda fəhlə yox. 40 manat. Əlim gəlmir axı. 40 manat xərcimizi qeyd elədik. Sadəcə nə? Üzr istəyirəm. Baxın uşaqlar. Mən tarixi dəyişməmişəm deyə 25-inə. Sənəd əməliyyatıma təsir eləmir. Malımın qiyməti artmır. Bəli. 25. Bu. Malım yenə dəyişir. Amma əsas məsələ odur ki, əlavə etdiyim xərc malımın üzərində oturur mən. Mən indi bir xərc əlavə edirəm də, düzdürmü? Mən burada başqa toplu əməliyyatları da əlavə edə bilərəm. Yəni, yük gömrük bəyannaməsində isə xərcin əlavə olunmağı tamamen başqa bir prosesdir. Bu, xərcimizin əlavə edilməsi. Başqa bir xərc əlavə etmək istəyirsə, deyə bilərsiniz, əlavə edə bilərəm. Prosesi təkrar görmək istəyirsinizsə əgər. Yenə dediyim kimi, buralardan çıxıram hər bir şeydən. Deyək ki, heç bir şey açıq deyil. Biz əlavə xərcləri yalnız alışlarımızın üzərinə əlavə edə bilərik. Bir şey aldığımız zaman bu əsas vəsait də ola bilər, bu ehtiyatlar, mallar da ola bilər. Yəni, bir alışımızın üzərinə o alışın əldə olunmasıyla bağlı nə xərcimiz varsa onu gəldiyimiz zaman mal və xidmətin mədaxili bölümündən seçib, əlavə xərclərin daxil edilməsi bölümündən
seçirik. Burada əlavə etdiyimiz xərclərə aiddir. Əlavə et sətrini verəndə bir hansı şirkətdən və yaxud da kim tərəfindən xərc əlavə edilirsə onu qeyd etməliyik. İkincisi, əsas məsələ doldurmaq dediyimiz zaman bizə ancaq görürsüz mədaxil sənədlərini aktivləşdirir. Deyək ki, limon dentalın üzərində mən bir şey əlavə etdiyim zamansa, yenə həmin xərc gəlib onun üzərinə düşməsi lazımdır. Hələlik bu əməliyyat bu qədər.